Salam uşaqlar. Biz dissosiasiyaya aid məsələlər bölməsindən səhifə 171-dən davam edirik. 171-dən. Burada uşaqlar deyir ki, 171-də uşaqların xahişinə 171-ci səhifədə 31-ci məsələni yaxşı başa düşməyiblər. Bir də təzədən izah eləyək. Qarışıqda olan duz məhlulu. Qarışıqda olan duz. Yəni orada qısa yazırıq. Qarışıq duz nəyi var orada məhlulu? 2 dənə duz var. Biri mis 2 nitratdır. Duz məhlulundan. Biri də uşaqlar dəmir 3 nitrat verib. Və həcm verib. Belə bir qrafik çəkib həcmi verib. Həcmi birinci duz məhlulunun həcmi V1-dir. İkinci də V2-dir. O deməkdir ki, həcmlər fərqlidir. Yəni birinci duz məhlulunun həcmi V1-dir, ikinci də V2-dir. Litrlə özdə verib. Sonra qatılıq verib. Qatılığı, duzların qatılığı mol bölünsün litrlə. Yəni birinci duzun qatılığı, məhlulda olan duz qatılığı 1,2 mol bölünsün litrdir. İkincidə isə 0,6 mol bölünsün litrdir. Deyir alfa 100%'dir. Alfa 100% o demək ki, tamamilə dissosiasiya edib. Məhluldakı NO3 ionlarının qatılığın müəyyən edin. NO3 ionlarının qatılığı nə ilə müəyyən etməliyik? Mol bölünsün litrlə. Müəyyən edin yox, daha doğrusu qatılığı verib ionların qatılığı 2-dir. Və bizə deyir ki, birinci məhlulun həcminin, ikinci məhlulun həcminə olan nisbətini tapın. Əvvəl biz nə edirik? Baxın, bu verilənlər bu qədərdir. Alfada 100% o demək ki, tamamilə dissosiasiya edib. Birinci, burada həcmdə verilib, qatılıqda verilib. Duz məhlulu üçün nə yazırıq biz uşaqlar? Birinci həllində biz yazırıq ki, birinci məhlulun qatılığı verilmişdir. Duz məhlulunda qatılıq 1,6 mol bölünsün litrdir. Və həcmi də V1-dir. Orada olan duzun mol miqdarını tapırıq. Birinci məhlulda olan duz, yəni qarışıqda olan duzun nə miqdarını tapırıq? Mol miqdarı. Qatılığın belə düsturu var uşaqlar. S1 bərabərdir. Nü1 bölünsün V1. Buradan da nü1, birinci duzun molunu tapanda S1 vurmaq V1. S1 qatılığın qiyməti 1,6-dır. V1 də məchul kimi verilib, elə V1-dir. Bilmirik. Burada birinci məhlulun həcmi V1 yazıb. Sadəcə olaraq V1 litr yazıb. Onda birinci duzun, baxın, məhlulda, duz məhlulunda 2 dənə duz var. Həmin duzların alfası 100%'dir, yəni tamamilə dissosiasiya edib. Kation olaraq mis katyonu və anion olaraq NO3 anionuna dissosiasiya edib. Duzun miqdarı nə qədərdir? Məhlulda olan duzun miqdarı 1,6 V1. Mol deməkdir bu. Yəni V1 burada məchuldur. 1,1 mol duz var. Həmin 1 mol duzdan 1 mol katyon əmələ gəlir. O deməkdir ki, 1,6 V1 katyon əmələ gəlir. 1 mol duzdan qarşısında heç nə yazılmıyorsa, 2 mol anion əmələ gəlirsə, 1,6 V1 miqdarda duzdan 2 dəfə çox anion olacaq. 1,6-nı 2-yə vuranda 3,2 V1 mol nitrat anion əmələ gəlir. Bunu hardan götürdü uşaqlar? Duz neçə moldur? 1 molunun dissosiasiyasından anion neçə mol əmələ gəlir? 2 mol. Onda burada duzun miqdarı 1,6 V1 mol deyildi. Ondan 2 dəfə çox, 3,2 V1 mol nitrat anionu əmələ gəlir. İkinci duzu yazırıq uşaqlar. Bu birinci duz oldu. İkinci duz məhlulda dəmir 3 nitrat var. Dəmir 3 nitrat dissosiasiya edir. Bunun da alfa 100%'dir. Yəni qarışıqda olan duzların alfası 100% tamamilə dissosiasiya edir. Dəmir 1 mol atom 3 müsbətə. Niyə 3 müsbət? Dəmirin valenti 3'dür. Və NO3 anionu 3, NO3 anionuna, nitrat anionuna. Katyon olaraq 1 mol katyon, anion olaraq 3 mol. Duzun qatılığı verilmişdi. Bu duzun məhluldakı qatılığı nə qədər idi? 0,6 mol bölünsün litr idi. Bəs həcmi nə qədər vermişdi? V2 litr. Biz ikinci bu duzun, yəni dəmir 3 nitratın mol miqdarını tapmalıyıq. Nə miqdarıdır? Mol miqdarı. Hansı düsturdan? S vurmaq V düsturundan. S2 vurmaq V2.
S qatılıq nəyə bərabərdir? S2 bərabərdir N2 duzun molu bölünsün V2-yə. Buradan da duzun, yəni həmin duzun miqdarını tapanda S qatılığı nəyə vururuq? Həcminə. Qatılığı nə qədərdir uşaqlar? 0,6 mol bölünsün litrdir. Litrlər gedəcək burada 0,6 V2 qədər. Burada həcmin qiyməti verilmir. Həcmin yerinə V2 yazılır. İndi duzun nə miqdarını tapdıq uşaqlar? Mol miqdarı. Və bu duzda dissosiasiya eləyəndə ionlar əmələ gəldi. Yəni ionlar gördüyünüz kimi nitrat anionunu axtarırıq biz. Elə çevirmə də yaza bilərdim. Yəni qısa yolla da gedə bilərdim. Çevirmə yazsaydım bizə sadəcə olaraq nitrat anionu lazımdır. Onda 3 mol baxın nitrat anionu var orada. Nitrat anionu neçə əsaslıdır? 1 əsaslı. 1 mol duzun içərisində 3 mol anion varsa, sənin duzunun 0,6 V2 moldur. Mol nə miqdarıdır? Maddə miqdarı. 3 dəfə çox. 1 molda 3 mol anion varsa, 0,6 vurun 3-ə. O da 1,8 V2 mol nə anionu oldu? Nitrat anionu. İndi bizə deyir ki, bu məhlulları qarışdırıblar. Bunları qarışdıranda əmələ gələn məhlulda, yəni birinci məhlulla ikinci məhluldakı duzlarda nitrat ionunun qatılığı verilir uşaqlar. Yəni bu bir dənə duz məhlulun içərisində qarışığın içində 2 dənə duz var və bu 2 duzun içərisində nitrat nəyi var? Anionu var. Nitrat anionunun qatılığı nə qədərdir? 2 mol bölünsün litrdir. Bizə deyir ki, uşaqlar nəyi tapaq? V1-in V2 olan nisbətini tapaq. İndi nə yazırıq? Qatılığın nitrat anionunun qatılığın düsturunu yazaq. Baxın. Nitrat anionunun qatılığın düsturunu necə yazırıq? Anionun qatılığı üçün düstur yazmaq üçün nə yazırıq? Anion birində nə qədərdir? 2,4 V1 mol. Digərində isə 1,8 V2 mol. Molların cəmləyirik. Bu molları cəmləyirik. Birinci məhlulun həcmi V1-dir, ikinci məhlulun həcmi V2-dir. Yəni duzlarda bunları qarışdırdılar. Birinci duzla ikinci duzu qarışdıranda iki duzun ikisinin də içərisində nitrat anionu var. Və nitrat anionunun qatılığın düsturu necə oldu? Nitratın anionunun mol miqdarını böldük məhlulun həcminə. Məhlulun həcmi birinci məhluluna ikinci məhlulun həcminin nəyinə bərabərdir? Cəminə. Bunun qiyməti neçədir uşaqlar? 2. Baxın, bura qatılığın yerinə 2-dir. 2 yazandan sonra məxrəcdən qutara bilərsiniz. Bura qatılığın qiyməti, nitrat anionunun qatılığı 2 verilir. 2-ni vuranda bunlara, məxrəcdən qutaranda nə olacaq burada? 2V1 plus 2V2 məxrəcdən qutaranda. O da bərabərdir 2,4 V1. Üstə gəlmək 1,8 V2. Deməli, V1-lər bir tərəfə, V2-lər də bir tərəfə cəmləyəndə 2V2-dən 1,8 V2 çıxır. Baxın, bu V2-dən bu V2 çıxanda 0,4 V2 bərabərdir 2,4 V1-dən də 2 V1 çıxanda, bundan da bu çıxanda nə qədər qalacaq? Daha doğrusu bundan 2-dən 1,8 çıxanda 0,2 V2 qaldı. 2,4-dən də 2 çıxanda uşaqlar 0,4 nə qalır orada? V1. İxtisar gedir V2-nin bərabərdir. Burada 2 qalır. 2 V1-ə. İndi bizə də deyir ki, V1-in niyə olan nisbətini tap? V2-yə. V1-in qiymətin var, yanındakı qiyməti hara yazırlar? Məxrəcə. Baxın, bunun hasil şəklində deyil. Bu məxrəcə yazırlar ki, vuranda 2 V1 olsun. V2-in qarşısında əmsal 1 olduğuna görə biri də buraya yazılır. Məxrəcdən qurtaranda yenə də V2 bərabərdir 2 V1 olacaq, olmayacaq. V2 bərabərdir, yenə də bu ifadəyə bərabər olacaq. Biri də 2-yə böləndə neçə 10,5 elədi? 0,5. Deməli, birinci məhlulun həcmini, ikinci məhlulun həcminə olan nisbəti neçə 15 oldu? 0,5. Cavab nə bəndidir? D bəndi. Başa düşdünüz. Keçdik digər məsələyə. 35-i yazırıq uşaqlar. 31 əslində var idi, mən təkrar yazdım. Tam aydın olmadığı üçün bir də təkrar yazdım ki, uşaqlar daha yaxşı başa düşsün. 200 milli, 35-də deyir ki, 200 millilitr, 35-ci sualda kalsiyum bromidin nə idi uşaqlar? Məhlulu. Məhlul nədən ibarətdir? Həll olan və həll edicidən. Brom ionlarının molar qatlığı
Buradakı brom anyonunun qatılığı 0,4 M-dir. M necə qatılıqdır? Molar qatılıq. M-in yerinə nə yazmaq olar? 0,4 elə mol bölünsün litr M-ə bərabərdir. Böyük M molar qatılıq ya böyük M yazırlar, ya da onun yerinə mol bölünsün nə yazmaq olar? Litr. Bizə deyir ki, məhlulda, yəni bu məhlulun içərisində neçə qram barium deyirəm, kalsium, daha doğrusu bromid duzu var. Qramını soruşur, sual işarəsi. Qramını tapmamışdan öncə biz onun nəyini tapmalıyıq? Nə miqdarı? Maddə miqdarını tapıb, maddə miqdarının nüsünü tapandan sonra necə kütləyə vururuq? Molar kütləyə. İndi verilənlər yazılıb. Biz kütləni tapmaqdan ötürü molu tapmalıyıq və duzun da molar kütləsi emir deməkdir. 1 molunun qramlarla ifadəsi emir. Emiri orada verilib uşaqlar 200 qramda emiridir. Bu 200 məhlulun həcmidir, millilitrdir. Qatılığın düsturunu yazaq uşaqlar, çünki orada qatılığın adını çəkir. Alfa da neçə faizdir? Və bir də alfa yazıb 100%. Alfa 100%dir. Məhlulun həcmi 200 millilitrdir. Millilitr litrə çevirmək üçün 10^3-ə böldü 0,2 litr. Məhlulda olan brom anyonlarının qatılığı 0,4. Böyük M-in yerinə nə yazdıq? Mol bölünsün 0,4, elə o da mol bölünsün litrdir. Nü bromun maddə miqdarını necə tapırıq? Qatılığın düsturundan S vurmaq nəyə? V-yə, V məhlul. Qatılığın düsturu bilirsiniz də, S qatılıq bərabərdir. Nü, bromun maddə miqdarı, brom anyonunun mol miqdarını bölürük nəyə? V məhlula. Buradan da bunu məxrəcdən qutaranda qatılığı vururuq məhlulun həcminə. O da bərabərdir uşaqlar. Qatılıq neçə 14-dür? 0,4 vurmaq. Məhlulun həcmi nə qədərdir? 0,2. 0,4-ə 0,2-yə vuranda 0,8 nə elədi burada? Mol. 0,2 məhlulun litridir. Litri də vururam 0,4 mol bölünsün litrə. Bu litrlər getdi. 0,4-ə 0,2-yə vuranda 0,8 mol brom anyonu oldu. Brom anyonuna görə anyonun miqdarını tapandan sonra uşaqlar biz nəyi tapmalıyıq? Duzun molunu tapa bilərik. Bu duz tamamilə dissosiasiya eləyib, dissosiasiya iyonu parçalanıb. Kalsium bir dənə də kalsium 2 müsbətə və 2 brom mənfiyə. Brom anion molu nə qədərdir? Brom iyonunun molu 0,8 mol brom iyonuna əmələ gəlibsə, duzun molunu tapa. 2 mol iyonla əmələ gələndə duz neçə mol olur? 1 mol. Bəs %8-dən yarısı nə qədər olub? %4 molda duz olub ki, yəni 1 mol duzdan 2 mol əmələ gəlir. %4-dən də neçə əmələ gələcək? %8. Və yaxud da %8 mol brom anionu varsa, 2-nin yarısı 1-dirsə, %8-in də yarısı 0,4 mol duz olub. Və o duzun deyir kütləsini deyir tapın. Nəyin deyir tapın? Kütlə necə işarə ilə? Kiçik M bərabərdir. Duzun molun vururlar duzun necə kütləsindən? Molar kütlə. Molar kütlə M-ə bərabərdir uşaqlar. 40. 80-da 2-yə vuranda 160. M-i neçə üzdür uşaqlar? 200. 40. Burada da 160. M oldu. 200 qram bölünsün mol. Mollar gedəcək. Buradan da 0,4 vurmaq 200 oldu. 2 dənə vergül atdıq. 4 vurmaq 2 qaldı. 8 qram duz olub orada. Neçə qram duz var? 8 qram duz. Deməli, bu məsələdə biz birinci neynədir uşaqlar? Brom iyonunun, bir də təkrar edirəm, yəni bu duz məhlulundakı brom iyonunun qatılığını vermişdi. Brom aniondur. Anionunun burada katyon 1 mol katyon var və 2 mol da anion var. Biz birinci bu anionun qatılığı vermişdi. Qatılığı nə qədər idi? Bir də təkrar edirəm. 0,4 M. M nə deməkdir? Mol bölünsün litr. Və ondan sonra məhlulun həcmi vermişdi. Məhlul nə qədər idi orada? 200 millilitr məhlulun içərisində bu qədər anion var. Brom anionu. Və millilitrdə litrə çevirəndə 1000-ə böldük. O da 0,2 litr məhlulun içərisində olan brom iyonlarının qatılığı. Brom iyonunun molunu tapanda qatılığın məhlulun neyinə vururlar? Həcminə. Qatılığı brom iyonunun 0,4-dür. Bu da 0,2. Deməli, orada olan brom iyonlarının anionunun miqdarı 0,8 moldur.
2 mol brom anionuna əmələ gələndə 1 mol duz dissosiasiya uğrayıb, 0,8 mol əmələ gəlibsə, o zaman 0,8-in yarısı, %8-i 2-yə böləndə %4 molda duz dissosiasiya edib. Hardan bilirəm? 2 mol əmələ gələndə 1 mol dissosiasiya edibsə, %8-in də yarısı %4 moldur. Və bu duzun molunu tapandan sonra da qrama çevirdi. Nəyə çevirdi? Qrama çevirmək üçün sizə mən həmişə öyrətmişəm. Kiçik M nə bərabərdir? N-ün nə miqdarı? Maddə miqdarını vururduq həmin maddənin necə kütləsinə? Molar kütləsi. Bu 40-dır. Bu 80-ı vurduq 2-yə. 160. Bu duzun emiri 200-dür. Bəs molu nə qədərdir? 0,4. O da ona vuranda vergülən ikisi getdi. Bu 2-də 0-dan 8 qram duz. Cavab neçə qram oldu? 8 qram. Yəni 2 dəfə izah elədim bu məsələni. Mənə elə gəlir artıq yetərlidir. Keçdik 36-cı suala. 35-in cavabı bir də təkrar edirəm. Açıq sual idi. 8 qram. 36-da qrafik verib uşaqlar. Nümunə miqdarıdır. Maddə miqdarının vahidi moldur. Tau nədən asılı qrafiki? Zamandan asılı qrafiki. Məhsul nə başlanğıcından keçir? Koordinat başlanğıcından keçir və X kation əmələ gəlir. Kation necə yüklənir? Müsbət. Özü də 0,4 mol əmələ gəlir. Yəni X kationun dissosiasiya dərəcəsi alfa sözlərində yazıb 40%-dir. Yəni və neçə mol X2SO4 suda həll olar? Neçə mol həll olar deyəndə həll olan hansıdır? İyona parçalanan nə olandır? Deyir ki, dissosiasiya dərəcəsi 40%-dırsa, neçə mol XSO4, X2SO4 neçə molu suda həll edilmişdir? Həll edilmiş. Həll edilmiş neçə mol deyəndə ümumi tapacaq. Ümumi neçə mol suda həll olub? Yəni bu duzun ümumən neçə mol suda həll olub? Bilmirik. Əvvəlcə biz bu duzun dissosiasiyasını yazırıq uşaqlar. Dissosiasiyasında katyona əsasən duzun miqdarını tapmalıyıq. Yəni neçə mol duz dissosiasiya olur. Qrafikdən bilirik ki, X2SO4 dissosiasiya olur. Normal duz. Katyon neçədədir uşaqlar? 2 mol X müsbətə. 2 buradan gəldi. SO4 anionu neçə mənfiyə? 2 mənfiyə. Nə qədər katyon əmələ gəlib? 0,4 mol. Katyon əmələ gəlibsə, qrafikdən görürük də, az əvvəl çəkmişdim qrafikdə 0,4 mol katyon əmələ gəlibsə, 2 mol əmələ gələndə neçə mol dissosiasiya edir? 1, 0,4-ün yarısı 0,2 mol iyona parçalanır. Neçə mol parça? Bu dissosiasiya edən duzdur. Disdir bu. Dissosiasiya olunan miqdarıdır. Alfa bərabərdir. Dissosiasiya olunan duzun miqdarı bölünsün ümumi duzun miqdarına, suda həll olan miqdarı vurulsun neçə faizə? 100%. Yəni alfa qiyməti 40-dır. 40% bərabərdir. Dissosiasiya olunan duz neçə moldur? 0,2. Ümumi maddə miqdarını X-la işarə edirəm, bilmirəm. O da vurulsun neçə faizə? 100%. Bu sıfırla uşaqlar bu sıfır getdi. 4x bərabərdir 20-yə. 4x buradan baxın məxrəcdən qutaranda 4x bərabərdir 20-yə. X də bərabərdir 20 də 4-ə böləndə 5 mol. Deməli suda neçə mol duz həll olub? 5 mol duz həll olub. 5 molun 0,2 molu dissosiasiya uğrayıb. Burada necə tapdıq? 0,2-ni vurduq neçəyə? Yox, 0,2 düz olmadı uşaqlar. 0,2 hesablama səhvi getdi. Burada 4x, baxın 4x bərabərdir 2-yə daha doğrusu. 4x bərabərdir 2-yə. Çünki bu 0-la bu 0 getmişdi. Bu vergüllə də bu 0 gedib 2 qalıb. X də bərabərdir 2-ni böləndə 4-ə neçə 10,5 olub? 0,5 mol. 0,5 molun 0,2 molu dissosiasiya edib. 0,3 molu dissosiasiya etməmişdi. Baxın, duzun alfası neçə faiz idi? 40%. Və duzun molu, dissosiasiya olunan molun katyona əsasən tapdıq ki, neçə mol duz dissosiasiya uğrayıb? 0,2 mol X2SO4 dissosiasiya uğrayıb. Suda həll olan ümumi miqdarını tapırıq. Ümumi bərabərdir sual işarəsi X-la işarə edilir.
Yəni ümumi miqdarı x mol yazırıq əvəzinə. Alfanın qiyməti nədərdir uşaqlar? Nü dis, bir də təzədən yazıram. Disassasiya olunan iyon bölünsün nü ümumi. O da vurulsun neçə faizə? 100%. Alfa neçə faizdir? 40. Alfanın qiyməti 40-dır. Disassasiya olunan duz 0,2 moldur. Bəs suda həll olan miqdarı bilmirəm nə qədərdir. X vurulsun neçə faizə? 100%. Burada hesablama səhvi getmişdi. Baxın, bununla bu getdi. Bu sıfırla da bu vergül getdi. 4x bərabərdir 2-yə. X də bərabərdir 0,5 mol. Suda həll edilmiş duz nə qədər oldu? 0,5 mol. Cavab 36-cı sualın cavabı 0,5 mol suda həll olunmuşdur. Neçə mol suda həll edilmişdir? 0,5. Və 0,5 mol suda həll edilsə də, izahım verirəm, onun 0,2-si dissosiasiya edib, iyona parçalanıb, 0,3 isə molekulyar şəkildə qalıb. Dissosiasiya etməmiş şəkildə qalıb. Aydındır uşaqlar? Növbəti məsələ 37, buna oxşar məsələdir. Görüm, rahat başa düşəcəksiniz. Yenə də nümunə miqdarıdır. Maddə miqdarı, vahidi mol. Tau nədən asılı? Grafiki zamandan. Məhsul nə başlanğıcından keçir? Koordinat başlanğıcından keçir və burada əmələ gələn katyon var uşaqlar. Katyon nə qədər əmələ gəlir? Baxın, 0,6 mol katyon əmələ gəlir. Məhsuldur bu. Yəni disassasiyadan sonra əmələ gələn məhsul. Baxın, disassasiya burada bitir və sonra sabit qalır. Əmələ gələn katyondur. Duz necə yazırlar? X3 PO4, yəni həll olan duzdur. Disassasiya dərəcəsi alfa 10%-dir. Neçə faizdir? 10%. Yəni duzun 10% iyona parçalanıb. Neçə mol duz suda həll edilmişdir? Suda həll edilən duz nü ümumidir. Ümumi bərabərdir sual işarəsi. Bu suda həll edilən duzdur. Suda həll olan duz. Yəni suda həll olan duz neçə moldur? Əvvəlcə biz X3PO4 dissosiasiya edirik. Deməli, 3 mol katyon əmələ gəlir. Baxın, burada katyon 3 dənədir və ortofosfat anionu 3 mənfi. Niyə görə 3 mənfi? Baxın, ortofosfat 3 əsaslı olduğuna görə 3 mənfi. Katyon nə qədər əmələ gəlib? Diqqətlə baxın, katyona baxın. Nə qədər əmələ gəlib? 0,6 yazırıq bura. 3 molla 1 mol. 1 mol duzdan 3 mol katyon əmələ gəlirsə, 0,6-yı böldük 3-ə, nə qədər duz olub orada? 0,2 mol duz olub. 0,2-dən də 0,6 əmələ gəlib. Baxın, tənasüb qura da bilərdim. Yazardım 1 molundan 3 mol əmələ gəlirsə, o zaman 0,6-dan da x-in də qiyməti nə qədər olardı? 0,2 mol dissosiasiya edib. Şifahi tapdı. O da 3 molu əmələ gələndə 1 mol duz dissosiasiya edib. 0,6-yı 3-ə böləndə 0,2 mol duzdan isə 0,6 mol katyon əmələ gəlib. İndi duzun mol miqdarını tapdıq, müəyyən etdik. Yəni dissosiasiya olunan miqdarı nə qədərdir? Nü dis. Dissosiasiya olunan duzun miqdarı 0,2 mol X3 ortofosfat. Bir valentli metalın həll olan duzu dissosiasiya edib. Neçə valentli metalın həll olan duzudur? Bir valentli metalın H.mo nə deməkdir? Həll olan duzu. İndi alfa bərabərdir. Nü dissosiasiya olunan iyonun sayı bölünsün nü ümumi. O da vurulsun neçə faizə? 100%. Alfanın qiyməti neçədir? 10. Dissosiasiya olunan duz iyona parçalanan. Dissosiasiya sözünün mənası yəni parçalanan. Nəyə parçalanan? İyona parçalanan duz 0,2-dir. Suda həll olan duzun ümumi miqdarı nə ilə işarə edirəm? X-la. Yəni ümumən nə qədər duz suda həll olub ki, onun da 0,2-si dissosiasiya edib vurmaq lazımdır 100%. Bununla da bu getdi. Bu vergüllə də bu gedəndə X-in qiyməti neçəyə bərabərdir? 0,2-yə. Baxın, 10 ilə 10 gedəndə 10, onu da, daha doğrusu X-in qiyməti neçə oldu? 2 mol. X-in qiyməti burada neçə mol oldu? Bu 0-la bu 0 getdi. Burada 10 qaldı. Onu da 0,2-yə vuranda 2 mol. X burada 1 qalıb baxaq. X bərabərdir 2 mol X3PO4. Sən demə duz nə qədər olub? Həll olan duz ümumi miqdarı 2 mol olub. Amma 2 molun
0,8-i iyona parçalanıb, 2-dən 0,8 çıx su neçə qalır yerdə? Baxın, o əlavə deyirəm, amma cavab oldu. Suda həll olan duz neçə mol oldu? 2 mol. Cavabı 2 mol. Suda həll olan duz. Amma əlavə olaraq mən sizə deyim ki, bu 2 mol duzun 0,2-si dis edib, nə qədəsi iyona parçalanır? Dissosiasiya edib və etməmiş deyəndə 2-dən 0,2 çıxanda 1,8-i dis etməmiş. Var etmiş, bir də var nə uşaqlar? Etməmiş neçə 0,8 mol oldu? 1,8 molu dissosiasiya etməmiş. Amma bizdən etməmişi soruşmur da, suda həll olanı soruşur. Suda həll olan neçə mol oldu? 2 mol. Cavab 2 mol oldu. Keçdik 38-ə. Rahat başa düşdünüz bunu uşaqlar. 38-də nə deyir? 38-də qabda, baxın qab çəkib burada, 0,5 moldur. 0,5 mol mis 2 nitratın nə idi? Məhlulu. Məhlul nədən ibarətdir? Həll olan və həll edicidən. Məhlul nədən ibarətdir? Həll olan və həll edicidən ibarətdir. Plus ikinci qabda x mol, burada nə var uşaqlar? Dəmir 3 nitrat var. Dəmir 3 nitrat. Bu da məhluldur uşaqlar. Və burada olan, bunları qarışdırıblar üstə gəlmək. Qarışdıranda NO3 iyonları. Üçüncü NO3 iyonları, məhlulda olan NO3 iyonlarının sayı 6 tam %2 vurmaq 10 üssü 24. 6 %2 vurmaq 10 üssü 24 10 mol deməkdir. Mola çevirəndə niyə bölürlər? NA-ya. Qarışdırandan sonra məhlulda olan nitrat iyonlarının sayını verib, o da mola çevirəndə növ bərabərdir. N bölünsün nə yazıram? NA. N budur uşaqlar. 6 tam %2 vurmaq 10 üssü 24-ü NA-ya böləndə 10 mol eləyir. Neçə mol elədi? 10 mol nitrat nəyi var? Anyonu. Deməli, burada dissosiasiya gedib. İndi deyir, hər iki duzun alfası 100%-dir. Hər iki duzda, yəni bunda da alfa 100%-dir. X-i hesablayın. X nə deməkdir? Bu duzun molunu hesablamalıyıq. Hər iki duzu uşaqlar dissosiasiya eləyək. Birinci qabdakı duz nə idi? Mis neçə nitratdır uşaqlar? 2 nitrat. Dissosiasiya iyona parçalanır mis katyonu və nitrat anyonu əmələ gəlir. Nə qədər? 2 mol mənfi. Və buradan fikir verin uşaqlar. Duzun miqdarı 0,5 moldur. 1 mol duzdan 2 mol əmələ gəlirsə, 0,5-dən 2 dəfə çox. 0,5-i 2-yə vuranda neçə mol anyon əmələ gələcək? 1 mol anyon əmələ gəlir. Digər duz dəmir 3 nitratdır. Dəmir 3 nitratda alfa 100%-dir. Dissosiasiya ilə dəmir 3 müsbətə, dəmir katyon bir dənədir 3 müsbətə və 3 mol nitrat anyonunu. Duzun molu bilmirəm nə qədərdir, amma ikisindən bir arada 10 mol nitrat anyonu əmələ gəlir. Az əvvəl bunları qarışdırandan sonra məhlulda olan molekul vermişdi. Yəni nitrat molekulların sayı, nitrat anyonunun sayı nə qədər idi? 6 tam %2 vurmaq 10 üssü 24-dür. Çevirdim mola da. Nə yazdım onun yerinə? 10 mol. 10 molun 1 molu buradan çıxıb uşaqlar. Baxın, onun birini çıxandan sonra buradan neçəsi ayrılıb? 9 molu. 10 moldan 1 molu bu birinci duzdan ayrılıb. Ondan biri çıxandan sonra yerdə 9 mol qaldı. 9 mol əgər nitrat anyonu ayrılıbsa, neçə mol duz dissosiasiya edib? X mol. Baxın, duz özü 1 moldur. 1 mol dissosiasiya edəndə 3 mol anyon əmələ gəlir. Anyon 3 mol. 9 ilə də 3 getdi 3-ə. X də bərabərdir. Duzun miqdarı neçə mol oldu? 3 mol. Bizə deyir ki, bu X müəyyən elə. Yəni, ikinci qabdakı duzun maddə miqdarı müəyyən edir. Anlamadıqsa bir də izah eləyə bilərəm. Deməli, hər iki duz məhlulun qarışdıranda, yəni istər birinci qab, istərsə də plus ikinci qabı qarışdıranda, birinci qabdakı mis 2 nitrat, bir də təkrar deyirəm, məhlulu və dəmir 3 nitratın məhlulu, hər iki qabda məhlul var. Bunları qarışdırıblar. Qarışdırandan sonra üçüncü qabda məhlul
əmələ gəlib və bu məhlulda nitrat anionu olub. Nitrat anionunun sayı nə qədərdir? 6,2 vurmaq 10 üssü 24 anion var. 24 anionu mola çevirmək üçün molekul anionun sayı, yəni 6,2 vurmaq 10 üssü 24-ü Avogadro ədədinə böldüm. N bölünsün nə yazdım? N-ün belə düsturu yoxdur. N bölünsün Avogadro nə qədərdir? 6,2 vurmaq 10 üssü 23. Baxın, bununla bu getdi, bununla da bu getdi. Nitrat anionu neçə mol qaldı? 10 mol nitrat anionu var. Neçə mol oldu? 10 mol. 10 molun bu duzun miqdarı vermişdi. Neçə moldur? 0,5 moldan olanı tapıram. Nə qədəsi? 10 mol. İkisindən bir yerdə, yəni bununla bunda olan NO3 anionunun cəmi neçə moldur? 10 mol. Əvvəlcə buradakı anionu tapıram. Ondan, buradakini çıxandan sonra buradan əmələ gələn, yəni dəmir 3 nitratdan əmələ gələn nitrat anionunu tapıram. Və ona əsasən də dəmirin 3 nitratın nə miqdarı müəyyən edirəm? Maddə miqdarı müəyyən edirəm. Yəni, bir də təkrar edirəm. Dəmir 3 nitrat, mis 2 nitrat daha doğrusu dissosiasiya edir. 2 müsbət mis kationuna. 2 molda nitrat anionu. Nə qədərdir burada nitrat anionu? Duz nə qədərdir uşaqlar? 0,5 mol birinci qabda duz var. 1 mol duz reaksiya girəndə 2 mol anion əmələ gəlirsə, 0,5-dən 2 dəfə çox. 0,5-i 2-yə vuranda neçə mol anion əmələ gəlir? 1 mol. Deməli, 10 mol çıxmamışdı anion, nitrat anionu. 10 mol idi. 10 molun 1 molu buradan çıxıbsa, digər 9 molu da bu duzun daxilindən ayrılır. Bu duzda dissosiasiya ilə dəmir kationu bir dənə 3 müsbətə və 3 nitrat anionuna. İndi 10-dan 1 çıxanda 9 mol ion var. 9 mol ion varsa duz neçə moldur? X mol. 1 mol duzun dissosiasiyasından 3 mol əmələ gəlir. 9-dan da 3 getdi 3-ə. X də bərabərdir duzun miqdarı 3 mol oldu. Neçə mol duz oldu? İkinci qabdakı duzun miqdarı, orada sual verir də uşaqlar. 38-də sual verir ki, ikinci qabda duzun molu neçə moldur? 3 mol. Açıq sualda 3 mol. Keçdik 39-a. 39-da nədir uşaqlar? Deyir ki, X xlor duzudur. Yazdı o X xlor duzu. Duz nə qədərdir? 29,8 qram. Və duzu suda tamamilə dissosiasiya etdikdə əmələ gələn ionların mol miqdarının cəmi. Burada tamamilə dissosiasiya eləyəndə X bir dənədir, valenti müsbət, yəni bir valentdir də burada. Xlor anionu, xlor 1 mol atom, bu da anionu. 29,8 qramdan əmələ gələn ionların, yəni əmələ gələn ionlar deyəndə, lar deyəndə orada həm kation nəzərdə tutulur, həm də anionların mol cəmi 0,8 mol ion var. İkisi bir arada. Yəni həm kation, həm də anion. Bizə deyir ki, bu duzun nisbi molekul kütləsini hesablayın. Bu neçə moldur uşaqlar? 1 mol. Qramın altından necə kütlə yazılır? Molar kütlə elə emirə bərabərdir. Niyə bərabərdir? Emirə. Qramın altından emir yazılır. 1 mol qramın altından molar kütlə yazdım. 1 molun dissosiasiyasından 1 mol kation, 1 mol da anion. Cəmi nə qədər ion əmələ gəlir? 2 mol ion əmələ gəlir. Yəni bu duzun qramın altından molar kütlə yazdım. 1 mol kation, 1 mol da anion. Neçə mol ion əmələ gəldi? 2 mol. İndi molar kütlə X xlor bərabərdir. 2 vurmaq 29,8 bölünsün 0,8-ə. Vergülləri atdım. Bununla da bu getdi. Neçə uşaqlar? 4-ə. 298-i 4-ə böləndə neçə eləyir? 7 dəfə. O da 6, 76 da. 18-in içərisində 4. 6-nı şu. Yox deyəsən uşaqlar. 298-i də 4-ə böləndə. 294 demədi. 298-dir. 6 eləmir ay falan. 4-ə böləndə. 74,5. 74,5 eləyir. 74,5. Duzun burada necə kütləsidir? Molar kütləsi. Hansı kütləsi oldu? Molar kütləsi. Növbəti suala baxırıq, 40-cı suala. 40-da deyir ki, X, Y2
maddəsini, yəni bu duzdur. 400 millilitr məhlulunda və məhlul bərabərdir 400 millilitr. Millilitri litrə çevirmək üçün onun üstü 3-ə bölürlər. O da eləyir 0,4 litr məhlulda 0,8 mol iyon var. 0,8 mol Y anionu var. Yəni dissosiasiya eləyəcək. Alfa, duzun alfası verib 100%-dir. Yəni tamamilə dissosiasiya eləyir. Məhlulun molar qatlığını hesablayın. Molar qatlıq bərabərdir sual işarəsi. Qatlığın düsturundur. Molar qatlıq bərabərdir nö, duzun nə miqdarı? Buradakı maddənin molun bölməli və məhlula. Məhlul var 0,4 litr. Duzun molunu tapmalı. Duzun molunu nədən tapır uşaqlar? Anionun sayından. Anionun miqdarına görə duzun nə miqdarını tapmaq lazımdır? Maddə miqdarı. Deməli, verilənləri yazdıq uşaqlar. İndi yazırıq. X, Y2 dissosiasiya edir. X 2 müsbətə və 2 mol Y mənfiyə. Nə qədər iyon var idi burada? Anion 0,8 mol anion var. 2 mol anion əmələ gələndə 1 mol dissosiasiya uğrayır. 2-nin yarısı 1-dirsə 0,8-in də yarısı neçə onda 4 mol? 0,4 mol. Baxın 2 mol əmələ gələndə 1 mol dissosiasiya edirsə tənasüb qurmaya ehtiyac yoxdur. 0,8-də də 0,4 mol duz dissosiasiya edir. Duzun miqdarını tapdıq. Qatılığı, duzun molar qatlığı nəyə bərabər? Duzun miqdarı 0,4 mol duzun miqdarı bölürük məhlulun həcminə. 400 millilitrdə litrə çevirmək üçün 1000-ə böləndə o da eləyir 0,4 litr. 0,4-ü 0,4-ə böləndə 1 mol bölünsün litr. Duzun necə qatlığıdır? Molar qatlığı və yaxud da 1m yazmaq olar. Neçə m yazmaq olar? 1m. 41 yazırıq uşaqlar. 41. Qırx nə yazır uşaqlar? 41-ci sual. 41-ci sualda X, Y2-dir, yenə də duzdur. Məhlulun həcmi 200 ml-dir. Yəni duz məhlulunun həcmi 200 ml-dir. Və əmələ gələn kation verib burada. 0,4 mol X2 müsbət kationu əmələ gəlir. Bu qədər kation nə edir? Əmələ gəlir. Deyir, məhlulun molar qatlığına müəyyən edin. Məhlulun molar qatlığı bərabərdir. Sual işarəsi. Molar qatlıq niyə bərabərdir? Molar qatlıq bərabərdir duzun molun bölmək lazımdır məhlulun həcminə. Duzun molun alfada duz tamamilə dissosiasiya edir 100%-dir. Həmin o maddə necə dissosiasiya edir? Baxın bura. X, Y2 dissosiasiyasından X2 müsbətə plus 2 Y mənfiyə. Duz nə qədərdir? Kation nə qədər əmələ gəlib? 0,4 mol kation əmələ gəlib. 1 mol əmələ gələndə 1 mol duz dissosiasiya edirsə, 0,4 kation əmələ gəlibsə, duzun da miqdarı elə neçə onda 4-dür? 1 molundan 1 mol əmələ gəlirsə, 0,4 kation əmələ gələndə, baxın uşaqlar, kation burada. Elə duzun da miqdarı nə qədərdir? 0,4 mol. Qatılığı müəyyən eləmək üçün 0,4-ü molu, duzun molun bölmək lazımdır həcminə. Millilitr litrə çevirmək üçün 1000-ə bölürlər. O da bərabərdir 0,2 litrdir bu. Litrə bölür 0,2. Bu duzun moludur. Bu da məhlulun həcmidir. İxtisar gedir. Nə qədər qalır? 2 mol bölünsün litr. Deməli, duzun qatlığı nə qədər oldu? Uşaqlar 2 mol bölünsün litr. Rahat başa düşmədinizsə bir də izah edeyim uşaqlar. Baxın, X 41-i bir də təzədən yazıram. X, Y2-dir. Alfa 100%-dir. Tamamilə dissosiasiya edir. X-dan bir dənə 2 müsbətə. Valenti 2 olduğuna görə. Y-ə baxın, indeksinə 2-dir. 2 Y nə oldu? Mənfi. Çünki bir valentlidir. Nə qədər iyon əmələ gəlib? Kation 0,4 mol. Kation əmələ gəlibsə, 1 mol kation əmələ gələndə, baxın, bura heç nə yazılmıyıbsa 1 deməkdir. 1 molda duz dissosiasiya uğrayır. 0,4 mol kation əmələ gəlibsə, iyona parçalanan duz 0,4 moldur. Və həmin məhlulun həcmi verilib. Duz olan məhlulun nəyi verilib? Həcmi 200 millilitrdir. Millilitri
Litrə çevirmək üçün 10^3-ə böldüm. O da eləyir 0,2 litr. Alfası da vermişdi 100%, yəni tamamilə disassasiya uğrayır. O demək ki, burada nə qədər duz varsa hamısı disassasiya uğrayır və duzun necə qatlığını deyir, molar qatlığı. Duzun molar qatlığının vahidi mol bölünsün litr. Duzun molu nə qədərdir? 0,4 mol duz var orada, baxın. Bölmək lazımdır məhlulun həcminə. Həcmi nə qədərdir? 0,2 litr. Bu da eləcək uşaqlar 2 mol bölünsün litr və yaxud da 2m yaza bilər. 2m, böyük m. Ya 2 mol bölünsün litr yazar, ya da 2m hələ necə qatlıqdır? Molar qatlıqdır, eynidir. 42-ci suala keçid alır uşaqlar. 42-ci sual. Burada 49 dənə də uşaqlar sual bitirdim olar ki. 42-ci sualda nə var burada? 5 molun cədvəl çəkilib. Elektrolitin həll olmuş miqdarı. Elektrolit sözünün mənası nə deməkdir? Suda həll olan maddənin, suda həll olan maddələrə elektrolitlərdir. Daha doğrusu elektrik cəryanını keçirən maddələrə nələr deyirlər? Elektrolitlər. Maddə əgər elektrik cəryanını keçirirsə elektrolit adlanır. Elektrolitin həll olmuş mol miqdarı 5 moldur. Yəni 5 mol elektrolit var. Hər hansı bir maddədir ki, o elektrolit niyə görə deyirlər? Cəryan keçirən maddələr elektrolit adlanır. Disassasiya dərəcəsi 60%-dir. Və bizə deyir disassasiya etməmiş mol miqdarı. 5 molun 60%-i disassasiya edir. Ədədin faiz göstərcisini tapmaq üçün faiz göstərcisinə vurub 100-ə bölürük. O da bərabərdir. 30-u böldük 10-a. 3 mol elektrolit, yəni 5 molun 3 molu disossasiya etmiş, qısa yazaq, etmiş. 5-dən 3-ü çıxandan sonra neçə molu etməmiş? 2 molu 5-dən, bax 5 mol elektrolitdir. 3 molu disossasiya edib. 5-dən 3-ü çıxandan sonra 2 mol elektrolit, yəni elektrik cəryanını keçirən maddə disossasiya etməmiş. Etməmiş neçə mol oldu uşaqlar? 2 mol. Cavab neçə mol oldu? 2 molu disassasiya etməmişdir. Yəni cəryan keçirən maddə bir də təkrar edirəm 5 moldur. 5 molun 60%-i iona parçalanır. Yəni o da eləyir 3 molu iona parçalanır. 5-dən 3-ü çıxandan sonra 2 molu isə disossasiya etməmişdir. Növbəti sual 43-cü sualdır. 43-ə diqqətlə baxırıq uşaqlar. Deyir ki, suda, məhlulda 1 mol disassasiya etməmiş X2 hidroksid var. X-in valenti burada 2-dir. Disossasiya etməmiş 1 moldur. Yəni molekulyar şəkildə qalıb. Disossasiya, qısa yazaq, disossasiya etməmiş. Etmiş yox uşaqlar, etməmiş. Yəni iona parçalanmamış 1 mol nə var orada? Əsas. Suda bu əsasdır. Əsasın, yəni hər hansı bir ikivalentli metalın hidroksididir. Metal atomu hidroksid qrupundan ibarət olan mürəkkəb maddə əsasdır. Əsasın 1 molu disossasiya etməmişdir. Və disossasiya edib XOH 2 turşulu əsasdır. 2 turşulu əsasın disossasiyası əslində neçə mərhələdə gedir? 2 mərhələdə gedir. Amma yekun disossasiya yazanda biz necə yazırıq? Yekun disossasiyada X2 müsbətə, baxın X-in valenti 2-dir. OH-dan 2 dənədirsə 2 OH mənfiyə. Hidroksid anionuna. Kation olaraq metal atomuna. Metal 1 moldur. 2 valentli metaldır 2 müsbətə. Anion hidroksid anionudur. 2 moldur. 2 keçir qarşısına. Hidroksid anionunun yükü mənfidir. Deyir ki, burada 3 mol X. 3 mol X müsbət 2 kationuna əmələ gəlib. Deməli, bu disossasiyadan nə əmələ gəlib? Sonra əmələ gəlib. 1 mol əmələ gələndə 1 mol əsas disossasiya edibsə, 3 mol kation əmələ gəlibsə, o zaman neçə mol əsas disossasiya etmişdi? 3 mol. 3 molu disossasiya etmiş. Bəs neçə molu etməmişdi? 1 molu etməmişdi. Bizə deyir ki, uşaqlar, alfa elektrolitik məhlulda disossasiya dərəcəsini müəyyən elə. Alfa bərabərdir. Ümumi nə miqdarı? Maddə miqdarı. Disossasiya olunan maddənin miqdarını bölürük ümumi miqdara, vururuq neçə faizə? 100%. Disossasiya edən nə qədərdir?
Neçə mol dissosiasiya edib? 3 molu. Ümumi nə qədərdir? Etmişlə etməmiş ikisini bir yerdə cəmləyəndə 3 molu etmiş, 1 molu da etməmiş. Ümumi miqdarı neçə moldur? 4 mol. O da vurmaq lazımdır. Neçə faizə uşaqlar? 100%-ə. O da bərabərdir 75%. Yəni burada əsasdır. Əsasın 1 molu etməmişdi, 3 molu isə etmişdi. Ümumi maddə miqdarı, bir də təzədən deyirəm, ümumən, yəni əsaslara aiddir. Yəqin ki, bunlar ekvivalentli metal, qələvi torpaq metaldır ki, suda həll olan əsaslar ionlara dissosiasiya edir. Yəni bu qələvidir, %100 qələvidir ki, nəyə dissosiasiya edir? İona. Etməmiş neçə moldur uşaqlar? 1 molu etməmiş. Etməmiş nə deməkdir? Molekulyar şəkildə qalıb. Nə şəkildə qalıb? Bəs etmiş necə tapırıq? Bu əslində 2 turşulu əsasdır. OH2 dənədirsə, 2 turşulu əsaslar neçə mərhələli dissosiasiya olur? 2 mərhələ. Amma yekun halda yazanda, yekun mərhələ yazanda X-dan 1 dənə 2 müsbətə, 2 nə çıxır buradan? OH niyə? Mənfiyə. 2 OH nə oldu? Mənfi. İndi baxın burada uşaqlar 2 OH mənfi. OH mənfiyə. Deməli, nə edirik uşaqlar? Kation neçə mol əmələ gəlib? 3 mol kation əmələ gəlibsə, neçə mol əsas dissosiasiya uğrayıb? 1 mol əmələ gələndə 1 mol uğrayıb. 3 mol kation əmələ gəlibsə 3 mol uğrayıb. 3 molu dissosiasiya etmişdi. Etmiş 3 molda. Etməmiş neçə molda? 1 mol. Ümumən neçə mol olub? 4 mol. Nü ümumi miqdarı olur. Ümumi miqdarı 4 moldur. Alfa da bərabərdir. Etmiş 3-dir. Bölürük ümumiyə, o da vururuq neçə faizə? 100%-ə, 75%. Neçə faiz oldu uşaqlar? 75%. Açıq sualdır bu da. Növbəti sual nə gəlirdi uşaqlar? Bu da maraqlıdır, 44. Bu qəbula düşüb 1-ci qrupa bir dəfə düşüb. Dissosiasiya dərəcəsi 80% olan XN, Y, O4, M'dir. Bu duzdur uşaqlar. Orta və necə duzdur? Normal duz. Alfa neçə faizdir? 80%. Yəni bu duzun 80% iona parçalanır. Bir maddə 2,5 moludur. Bu maddə özü neçə 0,5 moldur? Duz 2,5 moldur və 2,5 molun 80% iona parçalanır. Dissosiasiyadan sonra əmələ gələn ionlar, əmələ gələn ionların sayı nə qədərdir uşaqlar? Əmələ gələn ionlar 4-dan nə qədərdir? 1816 vurmaq 10^24. Bu da mola çevirir uşaqlar. Mola çevirəndə, ionların sayı mola çevirəndə, ionun sayın N bölürük nəyə? N-aya. N-i N-aya böləndə 4-dan 1816 vurmaq 13-dir. 24-dür daha doğrusu burada. 23 yox, 24-dür. Bölürük N-in qiyməti nə qədərdir? Altdan %2 vurmaq 13-23. Bununla bu getdi, 10 qaldı burada. Bu vergülü gətirdi bura. 48'dan %16 bölmək lazımdır. 6'dan %2. Neçə dəfə eləyəcək? 8 molda. Neçə mol eləyir? 8. 48'dan %16 8 mol. Bərabərdir 8 mol ion əmələ gəlir. İon deyəndə orada nəyi nəzərdə tuturlar? Həm kation, həm də anion. İndi bizə deyir ki, N plus M-in cəmini müəyyən elə. N-lə M-in cəmini müəyyən et. Deməli, duz nə qədərdir? Diqqətlə baxın. Duz 2,5 mol duzun neçə faizi iona parçalanıb? 80%. 80% parçalanıbsa, ədədin faiz göstərisini tapmaq üçün faiz göstərisini vurub. 25'i 8'e vuranda nə qədər eləyir? 220 eləyəcək daha doğrusu. 20 də 2,5'dir bu. 2,5'i 8'e vuranda 20 eləyir. 20 də 10 qalıb aşağıda. Ona böləndə 2 molu parçalanıb. 2 mol dissosiasiya eləyib XN, Y, O4, M qədər dissosiasiya eləyib. Dissosiasiyasından N qədər X-in valenti M-dir. M müsbətə. Baxın, valenti M-dir. Buradan yazırıq. M müsbətə. Plus Y, O4, M qədərdir. Bunun sayı M qədər deyil. M qədər Y, O4. Valenti nə qədərdir? N mənfiyə. Nə mənfiyə? Bunun valenti bura gəlir. Bunun da valenti belə gəldiyinə görə kationun X, N qədər X, M müsbətə və M qədər də, baxın M qədər də Y, O4 nə mənfi oldu? N mənfi oldu. Olmadı. Bu kationdur. Bu da nədir? Anion. Neçə moldur burada?
2 molundan cəmi neçə mol iyon əmələ gəlir? 8 mol iyon əmələ gəlir. Neçə mol iyon əmələ gəlir? 2 mol dissosiasiya uğrayır. 1 molundan nə qədər əmələ gələcək? 1 molundan isə, baxın duzun qarşısında heç nə yoxdursa, 1 molundan isə N plus M qədər. N plus nə qədər oldu? N mol iyon buradadır, kation, M mol da aniondur. İndi bu 8 ilə də 2 ixtisar getdi. N plus M-in cəmi bərabərdir 4-ə. Elə belə də verir. N plus M-in cəmi neçəyə bərabərdir? 4-ə. Məncə başa düşmədiniz siz nə demək istədim. Duz nə qədərdir? Bir də təkrar edirəm. 2,5 mol duzdur. Məsələn, dəmir 3 nitrat yazmırdıq. Məsələn, tutaq ki, nə yazırdıq? Dəmir 3 nitrat. Düzdür. 3 nitrat deyirəm, 3 sulfat. Dəmir 3 sulfat. Düzdür. İndi dəmir yazmıram. Onun yerinə yazıram X. Dəmirin yerinə nə yazıram? X. 2-in yerinə nə yazıram? N. SO4 nə qalıqıdır? Turşu qalığı. Bunun yerinə YO4 yazıram. Nə yazıram? YO4. Bu üçün də yerinə nə yazıram? M qədər. Yəni məchul formasında göstərirəm. Başa düşdünüz? Orta və necə duzdur? Yəni bunun yerinə dəmir ola bilərdi. N-in yerinə 2 ola bilərdi. O4-ün yerinə SO4 ola bilərdi. M-in yerinə neçə ola bilərdi? 3. Orta və necə duzdur? Normal duz. 2,5 molun 80% iyona parçalanır. Ədədin faiz göstəricisini tapmaq üçün faiz göstəricisini vurub 100-ə bölmək lazımdır. 2,5-i 8-ə vurub 10-a böləndə 2,5 vurmaq 8 böləm 10. O da bərabərdir 2 mol dissosiasiya edir. Neçə mol? 2 mol dissosiasiya edib. Yəni bu duzun, bax bu duzun neçə mol dissosiasiya edib? 2 mol. İndi yazıram o duzun dissosiasiyası. Dissosiasiya sözünün mənası nəyə parçalanmadır? İyona parçalanma. N qədər, baxın, miqdarı nə qədərdir? N qədər X metaldır. Metal necə yüklənir? Müsbət M-ə. Bunun valenti buradadır. Plus M qədər YO4. N mənfi oldu, olmadı. İndi bu duz neçə moldur? 2 mol. 2 molundan əmələ gələn az əvvəl iyonların sayı deyəndə həm kation, həm də anion. İkisi bir yerdə 8 mol iyon əmələ gəlmişdir. 8 molu biz hardan tapdıq? Yəni bu duzun dissosiasiyasından əmələ gələn iyonların sayını tapmaq üçün oradakı iyonların sayı 4-dan 1000-də nə qədər idi? 4-dan 1000-də 816 vurmaq 10 üssü 24 iyonu böldük nəyə? Na-ya. Na-ya böləndə neçə mol iyon oldu burada? 8 mol iyon oldu. 2 molundan neçə mol əmələ gəlir? 8 mol. İndi bu duz özü neçə moldur? 1 mol. 1 molundan əmələ gələn iyon N-dir, bir də M-dir. Onu da yerinə yazır M plus M qədər. N plus M qədər. Yəni burada 2 olsaydı, burada 3 olsaydı, bura neçə mol iyon yazacaqdım? 5 mol. Yəni 1 mol duzdan kationla anion ikisi bir yerdə cəmi 5 mol əmələ gəlir. Amma indi isə M plus M qədər. O da bərabərdir 8-i 2-yə böləndə 4 mol iyon əmələ gəlir. Neçə mol iyon əmələ gəlir?